Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində paytaxtı Təbriz olmuş dövlətləri qeyd eləmişəm. Birinci qeyd elədiyim kimi Rəvvadi dövlətin paytaxtı Təbriz şəhəri olmuşdur və Təbriz ilk dəfə bir dövlətin paytaxtı olmuşdur. Baxın, Rəvvadi dövlətin ilk paytaxtı Təbriz olmuşdur demirəm. Rəvvadinin ilk paytaxtı Ərdəbil olubdur. Bu getdi. Hülaki dövləti yarananda, yəni 1258-dən etibarən Hülaki 3 dənə paytaxtından biri Təbriz olmuşdur. Oxşar xüsusiyyətdir. Cəlali dövləti əvvəl Bağdadda yaranmışdı. Birinci paytaxtı Bağdad olmuşdur. Sonra 1359-cu ildə gəlib Cənubi Azərbaycanı tutandan sonra paytaxtı Şeyx Üveys köçürülür Təbrizə. Oxşar ola bilər. Qaraqoyun dövləti elə 1410-cu ildə yarananda paytaxtı Təbriz olmaqla yaradılmışdı. Oxşar ola bilər. Ağqoyunlu dövləti 1468-də yarananda paytaxtı Təbriz olaraq yaranmışdı. Oxşar ola bilər. Səfəvi dövləti 1501-də yarananda 1501-dən 55-ə qədər paytaxtı Təbriz olmuşdu. Sonra Nadir Şah İmperiyasının parçalanmasından sonra Təbriz xanlığının paytaxtı Təbriz şəhəri olmuşdu. Sonra da Urmiya xanlığının paytaxtı Təbriz şəhəri olmuşdur. Bəlkə sizin əlavəniz var paytaxtı Təbriz olanlarla bağlı. Rəylərdə qeyd edə bilərsiniz. Videonu bəyənirsiniz, paylaşırsınız, qeydinizi də götürürsünüz.